Biz həccin bütün əməllərinə ayrı-ayrılıqda baxdıqda, ayrı-ayrılıqda analiz etdikdə, ayrı-ayrılığı hər bir əməlin mənasına diqqət etdikdə görürük ki, hər bir əməlin təməlində insanın dünyadan, dünya malından, dünya nemətlərindən, dünya işlərindən üz çevirib Allaha tərəf getməsidir. Məsələn, biz ehram məsələsinə diqqət etdikdə, həccin əməllərindən, vacib əməllərindən də biri ehram bağlamaqdır. Biz ehram məsələsinə diqqət etdikdə görürük ki, həqiqətən də açıq-aşkar biz bunu müşahidə edirik ki, ehram halında bir insan əgər ehram bağlayıbsa, qeyri-ehram halında olan bir neçə halal əməl var, ehram halında olanda o əməl haram sayılır. Məsələn, bu əməllərə baxdıqda, məsələn, səhra heyvanının ovudur, ailə qurmaqdır, xoş ətirli şeylərdən istifadə etmək, güzgüyə baxmaq, bəzənmək, sürmə çəkmək, dırnaq tutmaq, kölgələnmək və s. kimi o halal əməllər ki var, təxminən 25 dənə əməldir. O əməllər öz-özlüyündə halaldır. Amma ehram halında biz baxırıq ki, bu əməllər halal olmasına baxmayaraq, həcc zamanı həcc ziyarətini yerinə yetirən şəxs ehram bağladıqda bu 25 əməl haram sayılır. Biz bir baxdıqda görürük ki, həqiqətən də bu haram sayılan əməllər ki var, onlar dünya işləridir, dünya nemətləridir, dünya malıdır. Yəni, insan ehram bağladıqda artıq bu dünyadan əlini üzür, dünya nemətlərindən üz çevirir, dünya işlərindən üz çevirir, dünyanın özündən üz çevirir, Allaha tərəf gedir. İmam Əleyhisselam da buyurur ki, "Vifadətun ilə Rabbik", yəni insanın öz Rəbbinə tərəf getməsi, hər şeyi tərk edib, hər şeydən üz döndərib, öz Rəbbinə tərəf seyr etməsidir.